İndi isə keçirik 3-cü yazıçımıza. Görək 3-cü yazıçıda kim çıxır? Bəli, rus yazarlardan Dostoyevski çıxır. Görək Dostoyevski hansı əsəri yazacaq bu dəfə süni intellektə görə. Aha, çox maraqlı bir qarşılaşma. Şəxsi inkişaf kitabı olan O Qurbağanı Ye. Brian Tracy'nin kitabıdır. Dostoyevski Brian Tracy'nin O Qurbağanı Ye, yəni şəxsi inkişaf kitabını yazsaydı necə yazardı? Çox maraqlıdır çünki Dostoyevskinin əsərləri bildiyiniz kimi kifayət qədər türkçə edilmiş karamsardır və şəxsi inkişaf pozitiv dolu kitabı necə yazardı birlikdə öyrənəcəyik. Süni intellektə görə Dostoyevski O Qurbağanı Ye əsərini yazsaydı nə olardı? Motivasiya kitabı olmazdı, gözlənilən kimi. Günü çətin işlə başla məsləhəti yox, niyə heç nə başlamaq istəmədiyimi soruşulardı. Qurbağa metafor olaraq qalardı. Amma düşmən yox, insanın öz vicdanı olardı. Qəhrəman işi görə bilər, amma etməz. Sonra da özünü buna görə cəzalandırardı. Dostoyevski üçün problem tənbəllik deyil, özünü məhv etməkdən alınan gizli həzdir. Qurbağanı yeməmək sadə bir gecikmə yox, mən buna layiq deyiləm düşüncəsinin nəticəsi olardı. Finalda motivasiya gəlməzdi, sadəcə bu cümlə qalardı. Bəzən insan işi görə bilmədiyi üçün yox, gördükdən sonra özünə necə baxacağını bilmədiyi üçün gecikir. Bu uğur kitabı yox, daxili mühakimənin romanı olardı. Bu süni intellektin düşüncəsidir. Bəs sizə görə Dostoyevski O Qurbağanı Ye əsərini yazsaydı necə olardı?